Vaxtınız xeyirli olsun, dəyərli qrup üzvləri. Necəsiniz? Ümid edirəm yaxşısınız. Və biz səhər saatlarına sel əməliyyatlarını verdik və yuxarıda buy stoplarımız durur. Onlara biraz yerlərini dəyişərik, hələ yox. Yəni biraz aşağı çəkərik. Yəni yəqin ki, bir neçə saatdan sonra alış əməliyyatları gələndə sizə xəbər edəcəm. Səhər saatlarında gəlin dünəndə baxaq. Dünən verdiyimiz bütün analizlər gəlir nəticələndi. Hətta biz burada demək 68-dən alış əməliyyatları bu arada 86-lara qədər qalxdı. Ondan sonra sel əməliyyatları biz dünən yadınızdadırsa sel əməliyyatlarında 100 dollarlıq bir eniş edirdik. 100 dollara eniş bugün oldu. Və bugün səhər saatlarında biz əməliyyatları icra etdik və demək qızılda sel əməliyyatları gəlirlə bağlandı, gümüşdə sel, bitcoində sel, neftdə buy. Gəlin baxaq görək, deməli qızılda sel oldu. Demək bu gümüşdə də satış əməliyyatları gəlirlə nəticələndi. 69 900-lərə qədər enib. Bu da gəlirlə nəticələndi. Sonra bitcoinda bu da gəlirlə nəticələndi və neftə baxaq. Neftdə də neçədə vermişdi əməliyyatları? Deməli buy vermişdi 104 30-larda, hələ ki gəlirdədir və qiymət hal-hazırda 104.65-dərdədir. Yəni bu nəzərə çatdıraq ki, demək hazırki vəziyyətdə yəni yuxarı doğru istiqamətə davam edəcək. Hardasa yəni belə getsə 110-lara qədər açıq yol var. Yəni ondan ilk öncə 107-lərə gedəcək. Qızılda da biz baxın yenə sığortanı nəzər çatdırım. Dünən biz sığortaladıq, sığorta ilə bağlandı. Sığortanı bir də nəzər çatdırım. Stop lossla belə gəlirdi, buy vermişik və sığortaladıq. Yəni ən yaxşı halda yenə gəlirlə bağlayacaq və gəlirimiz olacaq hardasa 27 dollar. İndi hal-hazırda gəlirlərimiz 100 dollardan yuxarıdır. Yəni bunu yaxın qoysaz, inşallah məsələn belə yaxın qoysaz, qısa zamanda gedib yəni götürəcək onu. Ona görə biraz uzaq qoymaq lazımdır ki, yəni korreksiya verib qalxsın yuxarı. Yəni buna toxunan kimi dərhal bağlayacaq. Mən istəmirəm onu. Ondansa trading stopdansa take profitlə bağlasa daha yaxşı olur. Belə buy əməliyyatları üçün hələ sel əməliyyatları demək olar ki, sel əməliyyatları artıq 120 dollar, 130 dollar gəldi aşağı. Sel əməliyyatları üçün yenidən sel əməliyyatları üçün biraz tərəddüddəyəm. Nə üçün? Çünki qiymət dünən biz 4423-ə take profit təyin eləmişdik. Mənim fikrimcə deməli 100 dollarlıq eniş üçün. Baxaq bir də dünən baxaq görək sel əməliyyatları. Deməli 4527-dən 100 dollarlıq bir eniş 4427-yə qədər. Yəni o bugün oldu. Baxın bizim əməliyyatımız vardı, gəlirlə bağlandı. İndi gümüş nə edəcək? Gümüşdə də alış əməliyyatlarını biz az sonra və səhər saatlarında az sonra verərik. Səhər saatlarında belə deyək də, səhər saatlarında bizdə qızılda, gümüşdə, bitcoinə, neftdə gəlirlə nəticələndi. Bir dənə qaldı evro, dollar, funt, dollar. Onlar o qədər də belə güclü bir yəni gəlir vermirlər, amma yenə baxmayaraq ki, gəlir vermirlər. Yəni az da olsa, yəni bir çox traderlər evro, dollar, funt, dollarla işləyirlər. Belə bitcoin enəcək. Bitcoin yenidən enəcəkmi, enməyəcəkmi sonuna gəldidə isə bitcoin artıq demək olar ki, trendin üstündədir və bir belə enib. Bir çoxları məsələn burada götürüb risk edirlər, buy verirlər. Yəni deyək ki, məsələn deyirlər ki, bu qədər enibsə qalxacaq. Amma balans böyükdürsə, yəni sən buy verə bilərsən. Balans kiçikdirsə, yəni buy verməyin yeri yoxdur. Yəni biraz korreksiya verəndən sonra dərhal hesab ziyana gedər. Ona görə də məsələn gümüşdə daha çoxdur gəlirlər. Yəni baxın bir belə hərəkəti biz təyin eləsək, 1100 dollar, baxın bir belə hərəkət 1121 dollardır. Hələ 0.1-lə. Diqqətlə baxın.
Yəni 1000 pipsli, yəni $1000 1100 pipsli $1000 bərabərdir. Yəni daha çox gəlir verir. Məsələn, deyək ki, qızılda bu məsafəni biz ölçsək, eyni trayektoriyada məsafəni ölçsək, bizə verəcək hardasa $400. $459. Yəni gümüş daha çox gəlir gətirir. Biraz yəni təhlükəlidir, ehtiyatlı olun. Hətta $500, $1000 balası olanlar 0,1-dən belə, yəni 0,1 belə yenə çox edir onlar üçün. Belə, nəysə bugün səhər saatlarında deməli əməliyyatlarımız yəni uğurla nəticələndi. Səhər saat neçəyə qədər? Yəni səhər saat 09:50 biz neçədə paylaşmışdıq? 09:27-də paylaşdıq. Demək 27-də paylaşdıq. Heç yarım saat çəkmədi. Bütün əməliyyatlar gəlirlə bağlandı. Hamımız üçün xeyirli olsun. Yəni burada neftə qalıb. Neftdəki istəsəz saxlaya bilərsiniz. Bitcoin ilə bağlandı. Qızılda bağlandı. Gümüşdə bağlandı əməliyyatlarımız. Neçə əməliyyatımız bağlandı? 4 dənə əməliyyatımız gəlirə çıxdı. Bir dənə neft hələ açıqdır. Neftə elə belə baxanda $30, yəni belə deyək də, yəni yenə kifayət qədər gəlir var. 104-30-dan 104.90-dır. 104.90 hardasa ortalama, yəni hardasa yəni birazdan 105 olacaq. Take profitə neçə qoymuşuq? Take profitə baxaq. Deməli take profit 105-ə qoymuşuq. Hə, 105-ə qoymuşuq. Yəni 700 pipsli bir qalxış üçün. Buradakı 700 pipsin qalxışı artıq baxın. Bu da demək olar ki maksimum nə idi? Baxaq. Ha, 105.06 artıq bu da take profit oldu uşaqlar. Neft də take profitlə bağlandı. Düzdür, mən nefti açmamışdım. Yəni qızılda yəni açmışdım. Yəni gəlirlər, baxaq gəlirlərə. Yəni qızılda burada deməli 80-də, baxın 80 take profit qoymuşdu, 80-lə bağladı. Yəni xırda olaraq əməliyyatlarımız elə bugünkü budur. Yəni bayram olduğu üçün o qədər fokuslanmırıq. Yəni istirahata daha üstünlük veririk. Belə, yəni 4 əməliyyatımız gəlirlə bağlandı. Dünən isə bizim əməliyyatlarımız, yəni 9 əməliyyatımız gəlirlə nəticələndi. Hətta dünən bay vermişdi, 71.450-lərdən bay vermişdi gümüşdə. Baxaq, yəni o da kifayət qədər 450-lərdən, bax burada bay vermişdi, 71.450. Yəni kifayət qədər hardasa 550 pips, yəni 500 pips qalxdı. Yəni mükəmməl gəlir verdi. İndi hal-hazırda hələ ki nə buy, nə sell etməyin. Siqnalı gözləyin. Siqnal gələndə biz paylaşarıq sizinlə. Yəni hal-hazırdakı vəziyyətdə, yəni korreksiyalardır. Korreksiya edir. Yəni bu korreksiya uzun da ola bilər uşaqlar. Yəni bu korreksiya gəlib bura qədər də gələ bilər. Amma yəni çətin bir vəziyyət deyil. Əgər sizin balans böyükdürsə, lot kiçikdirsə heç bir problem yoxdur. Nəysə, əsas odur səhər saatlarında bizdə 4 əməliyyat gərdən bağlandı. Amma yenə deyirəm ki, mümkün qədər əməliyyat açmayın, siqnalları gözləyin. Yəni mən sadəcə olaraq eksperiment üçün əməliyyatları açıb, yəni sizə göstərmək üçün ki, yəni nədir, necədir. Amma siz gözləyin, yalnız və yalnız yəni siqnal gələndən sonra bazara gedin. Amma stop loss mütləq olmalıdır, take profit mütləq olmalıdır və trailing stop eyni zamanda sığorta mütləq olmalıdır. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə özünüzə yaxşı baxın, sağ olun, var olun.